Salam əziz tələbə adını qazanmaq istəyən şagirdlərimiz, bu dəfə ingilis dili test toplusu 2024-ün test toplusu countable uncountable mövzusunu izahına başlayırıq. İlk öncə istəyirəm sizə countable uncountable nədir onu izah edeyim, sonra testlərdən nəyi necə seçəcəyimizi bilək. Deməli, ən birinci uncountable nounları biz kateqoriyalar bölərək öyrənə bilərik ki, countable nounları seçmək daha rahat olsun. Uncountable nounlar hansılardır? Yəni, hansı başlıq altında olan isimləri saymayacağıq. Maddə materiallar, məsələn, burada wood, gold, silk, silver, paper və s. bunlar sayılmayan isimlərin sırasındadır. Maye halda olanlar milk, coffee, tea, blood, ərzaq məhsulları, təbii burada istisna sözlərimiz var. Bunlar meal, vegetable, egg sözləridir ki, ərzaq məhsulu olsa da sayılır, countable nounların sırasına keçir. Hava haqqında olan sözlərdir, raindir, snowdur, bunlar sayılmır. Amma bəzi istisna sözlərimiz var, wind, cloud, stormdur, earthquake'dir, rainbow'dur, bunlar sayıla bilənlərdir. Countable nounların sırasına keçir. Abstract nounlar, yəni mücərrəd isimlər, amma mücərrəd isimlərin içərisində də sayıla bilən, yəni countable nounlarımız var. Bunlar hansılardır? Problem, chance, wish, dream, opinion, idea, impression kimi sözlərimiz var ki, bunlar sayıla bilən isimlərdir. Daha sonra ümumi məna daşıyan isimlər moneydir, fruitdur, fooddur, luggage, baggage, bu sözlər də sayıla bilməyən isimlərin sırasındadır. Xəstəlik adları, smallpox, flu, cancer, bunlar elm, fən, idman adları da sayıla bilməyən isimlərimizin sırasındadır. Sayıla bilməyən isimlər cəm şəkilçisi qəbul etmir. Sayıla bilməyən isimlər en artiklı, yəni qeyri-müəyyənlik artiklını qəbul etmir. Sayıla bilməyən isimlər miqdar sayını işlədilmir, yəni rəqəmlərlə vermir. Məsələn, ən tanıdığımız sayıla bilməyən isimlərin water, waters, to water və yaxud da a water şəklində istifadə eləyə bilmərik. Bunları göstərici olaraq kəmiyyət göstəriciləri var. A glass of, a liter of, a cup of, a bottle of, a can of, a piece of, a slice of şəklində işlədə bilirik. Gəlin indi suallara başlayaq. Sualların içərisindən lazım olan əlavə məlumatları da verəcəm. İlk sualdan başlayırıq. Choose a line of countable noun. Yəni sayıla bilən isimləri seçirik. A variantında admittance mücərrəd, yəni abstract noundur, seçməyəcəyik. B variantını seçirik. Dear moral deməkdir, problem deməkdir. Abstract noundur, amma sayıla bilən abstract noundur. Yəni istisna sözlərimizdəndir. B variantı doğrudur. Cheese sayılmır, baggage sayılmır, travel sözü, cotton sözü sayılmır. Yəni düzgün variantımız B variantı olacaq. İkinci suala baxırıq. Yenə countable nounu seçirik. Countable, advice uncountable'dır, məsləhət, milk uncountable'dır, C variantı doğru variantdır, water uncountable'dır, food uncountable'dır. İkinci sualda C variantı doğrudur. Üçüncü sualda yine uncountable nounu, countable nounu seçirik, yəni sayıla bilən isimləri. Money uncountable'dır. B variantını götürürük. Idea, impression sözləri abstract noundur, amma istisna abstract noundur. Yəni mücərrəd isimdir, amma istisna mücərrəd isimlərimizdəndir, sayıla biləndir. Coffee uncountable'dır, chocolate uncountable'dır, clothing uncountable'dır. Düzgün variantımız B variantı. Dördüncü suala baxırıq. Yenə countable nounu seçirik. A variantını götürürəm. Meal xörək sözüdür, sayılır. Belief, inanc sözüdür, sayılır. Pride uncountable'dır, qürur deməkdir. Silk materialdır, uncountable'dır. Jewelry uncountable'dır. Passions uncountable'dır. Düzgün variantımız A variantıdır. Beşinci sualda yenə countable nounu seçəcəyik. With, love with hər ikisi uncountable'dır. Hər ikisində də çıxırıq. Wisdom, müdriklük uncountable'dır. Grass uncountable'dır. D variantını seçirik. Lawyer, hüquqşünas. Floor isə mərtəbə deməkdir. Yer mənasını bildirir, mərtəbə mənasını bildirir. D variantı doğrudur. Y-də isə golf sözü, idman, elm, fən adları dedik ki, sayılmayan isimlərin sırasındadır. Növbəti suallara baxaq. Növbəti sualımızda da yenə countable nounu seçirik. A variantında perfume uncountable noundur. B variantında Wells dəyər
Uncountable, yours uncountable'dır. D variantını seçirik. Uncle, watermelon, countable noun'dur. Literature, fen adıdır. Uncountable'dır. 7-ci sualla baxırıq. Yenə countable noun'u seçirik. Countable noun. Line'ın burada parça mənasını verir. Kətan parça mənasını verir. Uncountable'dır. Business uncountable'dır. Electricity uncountable'dır. Benefit uncountable'dır. Əslində benefit sözü həm countable, həm uncountable olabilir. Amma Y variantında hər ikisi spoon, qaşıq, week, həftə hər ikisi sayılır. Ona görə biz burada benefiti uncountable olaraq götürürük. Y variantı doğrudur. Keçirik 8-ci suala. Növbəti sualımızda yenə eyni qayda ilə countable noun'u seçirik. A variantını götürək. Rainbow, hava haqqında olan sözlərimizin sırasındaydı. Sayıla bilən isimlərdir. Skate-də xizək deməkdir, sayılır. Alcohol uncountable noun'dur. Courage uncountable'dır. Economics uncountable'dır. Mustard uncountable'dır. Düzgün variant A variantıdır. 9-cu sualda yenə countable noun'u seçirik. Bread uncountable'dır. Energy uncountable'dır. C variantını seçirik. School, belief, bayaq dedik belief countable'dır, sayılır. Stress uncountable'dır. Smoke, tüstü uncountable noun'dur. Digər varianta keçirik. Yenə countable noun'u seçirik. Butter, yağ uncountable'dır. Travel, scenery hər ikisi uncountable noun'dur. C variantını seçirik. C variantı doğrudur. Strawberry, çörək, beer, ayı countable noun'dur. Toothpaste countable, uncountable noun'dur. Rubbish, zibil uncountable noun'dur. 11-ci sualda countable noun'u seçirik. Luck, uğur uncountable'dır. Glue, yapıştırıcı uncountable'dır. Cup, papaq, plant, bitki mənasını verir. Countable noun'dur. 2-3 A variantı doğru variantdır. 12-ci suala baxırıq. Yenə countable noun'u seçirik. Buradan 3-4'ü götürək. Boat, qayıq deməkdir. Carrot, kök deməkdir. Düzgün variantımız D variantıdır. Passion, səbir. Mail isə mail deməkdir. Uncountable noun'dur. Digər suallara baxaq. 13-cü sualda yenə də countable noun'u, yəni yenə də sayıla bilən ismi seçəcəyik. Iceland, buradan tenis bax, uncountable'dır. İdman adları sayılmayan isimdir. Strength, güc uncountable'dır. Iceland, guide countable noun'dur. 1-2 B variantımız doğru variantdır. 14-cü sualda yenə sayıla bilən countable noun'ları seçirik. Freedom uncountable'dır. Sugar uncountable'dır. Strong, chick ikisi də countable noun'dur. Y variantıdır. Doğrudur. 15-ci sualda yenə countable noun'u seçirik. Peace, sülh deməkdir. Çıxacaq. Peace uncountable'dır. Salt uncountable'dır. 2-3 company, ay sözləri Y variantı doğrudur. Növbəti suallarımıza baxırıq. 16-cı sualda yenə countable sayıla bilən isimləri seçirik. Traffic, silver hər ikisi də uncountable'dır. 1-3 doğru variantdır. D variantını seçdik. 17-ci sualda yenə countable'ı seçirik. Snow, qardır, sayıla bilməyən isimdir. İdman adları sayılmır. Voleybolda sayılmır. 1-4 doğru variant B variantıdır. 18-ci sualda yenə countable noun'u seçirik. Weather sayılmır. Wool, yundur sayılmır. Word söz deməkdir. Worker, işçi deməkdir. 2-3 D variantı doğrudur. 19-cu sualda countable noun'u seçirik. Driver, tomato hər ikisi countable noun'dur. Gold, qızıl deməkdir. Sand, qum deməkdir. Sayılmır. Düzgün variantımız A variantıdır. 20-ci suala baxırıq. 20-ci sualda yenə countable noun'u seçirik. Soap, sabun deməkdir. Maddə materiallar sayılmır. Meat, ərzaq məhsuludur, sayılmır. Drop, tie, qalistuk deməkdir. Sayılır. Drop isə damcı deməkdir. Sayılır. 2 ilə 3'ü sayırıq. Növbəti sualımız 21-ci sualdan isə uncountable, yəni sayıla bilməyən isimləri seçirik. A variantında composer, bəstəkar deməkdir, sayılır.
B variantını götürürük. Diligence, blood sözləri sayılmır. School girl sayılır. Newspaper, qəzet sayılır. Table sözü sayılır. Növbəti suallarımıza baxaq. 22-ci sualda da yeni uncountable seçirik. Yəni sayıla bilməyənləri. Sing əşya şey deməkdir, sayılır. B variantını götürürük. Fame, şöhrət. Smoke, tüstü deməkdir, sayılmır. Television sözü sayılır. Burada supermarket sözü sayılır. Trainer sözü sayılır. Digərlərində hair sayılmır. Ink sayılmır. Knowledge sayılmır. 23-cü suala baxırıq. Yenə uncountable seçirik. Glory, buradan toothbrush countable'dır. C variantını seçirik. Bookseller, A variantında bookseller countable'dır. Floor, un deməkdir. Health, sağlıq deməkdir. C variantı doğrudur. Visitor, qonaq deməkdir. Wind, hava haqqında olan amma istisna sözlərimizdəndir. Yəni wind sözü, problem, wind sözü hər ikisi də sayıla bilən isimlərimizin sırasındadır. Növbəti suallarımıza baxaq. 24-cü sualda yenə uncountable noun-u seçəcəyik. Uncountable noun-u seçirik. Seafood, napkin, napkin salfetkadır, sayılır, countable noundur. Judo, idman adıdır, sayılmır. Monument, abidədir, sayılır. Iron, dəmir mənasında verir, ütü mənasında verir. Amma biz bunu material olaraq götürdüyümüzə görə sayılmayacaq. Cucumber, xiyar deməkdir, countable'dır. D variantını götürürük. Luggage, yük deməkdir. Juice, sok deməkdir. Şirə deməkdir. Sayılmır. Answer, sayılır. Yenə 25-ci sualda uncountable seçirik. Elə A variantı oxygen and music sözləri sayılmır. Wall sayılır. Phone sayılır. Price sayılır. Trip sözləri sayılır. Countable noundur. Uncountable 26-cı sualda yenə seçirik. Safety, təhlükəsizlik A variantını götürək. Leisure, asudə vaxt deməkdir. Palace, saray deməkdir. Factory, fabrik. Pumpkin, balqabaq deməkdir. Museum isə muzey deməkdir. Yəni sayıla bilən isimlərimizdir. 27-ci sualda yenə uncountable seçirik. Uncountable seçiriksə buradan seçəcəyik. Buradan D variantını seçirik. Greed, acgözlük, Tadnis, səlqə, səhman deməkdir. Architect, countable'dır, memar deməkdir. Statesman, countable'dır. Bridge, countable'dır. Robber, countable'dır. D variantımız düzgün variant oldu. 28-ci suala baxırıq. 28-ci sualda yenə uncountable noun seçirik. Sofa, countable'dır. Star, countable'dır. Plant, countable'dır. Historian, countable'dır. Y variantı doğrudur. Yəni hər ikisi sayılmayan isimdir. Yenə 29-cu sualda uncountable noun seçirik. Kettle, çaydan deməkdir. Dəmlik deməkdir. Countable'dır. Street, countable'dır. Buradan judge, countable'dır. D variantını seçirik. D variantını seçirik buradan. Petrol, labor, əmək deməkdir. Labor, petrol isə petrol, benzin deməkdir. Night isə cəngavər deməkdir. Countable noundur. 30-cu sualda yenə uncountable seçirik. Life, həyat mənasını verəndə sayılır. Cup, sayılır, countable'dır. C variantını götürəcəyik. Cotton, butter, sayılmayan isimdir. Sentence, sayılır. Bin, sayılır. Növbəti suallarımıza baxaq. Növbəti suallarımız 31-ci sualdır. 31-ci sualda hunter, ovçu deməkdir. Apricot, şəftəli ərik deməkdir. Sayılır. Yəni 2, 4 A variantı doğrudur. Permission, icazə, knowledge, bilik deməkdir. Sayılmır. 32-ci sualda yenə uncountable seçəcəyik. Physics sayılmır. Safety sayılmır. Boat, host, hər ikisi sayılan isimdir. Y variantı doğru variantdır. Yenə 30-cu sualda uncountable seçirik. Information sayılmır. Porridge sayılmır. Sıyıq deməkdir. 1, 3 doğru variantdır. B variantımız doğrudur. 34-cü sualda uncountable, yəni sayıla bilməyəni seçirik. Yenə
Politics götürəci, bir də mess qarışıqlıq deməkdir. Götürəci station, track sözləri, yük maşını, stansiya sayılmayan, sayılan, countable noundur. 1 ilə 3 A variantı doğrudur. 35-ci suala baxırıq. Yenə uncountable-ı seçirik. Honey and pride hər ikisi də uncountable'dır. B variantı doğrudur. Orchard meyvə bağıdır. Restoranda restoran olaraq gedir. 36-cı sualda yenə uncountable'ı seçirik. Sayıla bilməyəni. Yours, honesty, gənclik və dürüstlük sözləri uncountable'dır. Abstract noundur. 2-4 doğru variantdır. Y variantını seçdik. Növbəti suala, yəni 37-ci suala baxırıq. 37-ci sualda uncountable, yəni sayıla bilməyən ismi seçirik. Parrot tutuquşu countable'dır. Housewife, evdar qadın uncountable'dır. Education, furniture sözləri, yəni 3-4 C variantı sayıla bilməyən isimlərimizin sırasındadır. 38-ci sualda da yenə uncountable'ı seçəcəyik. Pillow, yastıq deməkdir. God, uybağ deməkdir. Bunlar countable'dır. Çıxacağıq bunları. Uncountable, hospitality, qonaqpərvəri, pollution, çirklənmə deməkdir. 2-4 D variantı doğrudur. Növbəti suallarımıza keçək. Növbəti suallarımızda yenə uncountable-ı seçirik. Sayıla bilməyəni. Economist və independence mücərrəd isim, elm, fənn adı sayıla bilməyən isimdir. 2-4 doğrudur. A variantı finger, barmaq deməkdir. Group elə qrup deməkdir. 40-cı sualda yenə uncountable-ı seçirik. Beach, sahil deməkdir. Castle, qala deməkdir. Importance, gymnastics sözləri 2-4 bizim olacaq uncountable nounumuz. 41-ci sualda uncountable-ı, yəni yenə sayıla bilməyəni seçirik. Pool, gölməçə deməkdir. Çıxdı. Cloud, bulut deməkdir. İstisna sözlərimizdəndir. Yəni hava ilə bağlıdır. Clouddur, winter stormdur, earthquake kimi sözlərimiz sayıla bilən isimlərdir. Bəzən uşaqlar bunları çaşdırırlar. 1 ilə 2 C variantı doğrudur. 42-ci suallara baxırıq. Uncountable nounu seçirik. Anger, hirs, əsəb deməkdir. Bunu götürürük. Wool, yun deməkdir. Götürürük. 1-3 Y variantı doğrudur. 43-cü suala baxırıq. 43-cü sualda 43-cü suala baxırıq. 43-cü sualda artıq birləşdirəcəyik. Yəni sayıla bilməyən isimlər EN artiklından işlədilmir, cəmlənmir, miqdar sayılarla göstərilmir. Onların kəmiyyət göstəriciləri var. Bayaq da dedik. A bar of, a slice of, a piece of, a little, a liter of, a kilo of şəklində istifadə edirik. Sugar, qənd deməkdir. Bread, çörək deməkdir. Chocolate isə şokolad deməkdir. A bar of chocolate, yəni bir, belə deyək də, pletka şokolad. A loaf of bread, bir buxanka çörək. A lump of sugar, bir tikə, soq, belə deyək də, qənd deyəcək. Deməli, 1-ə getdi C, 1-ə gedir C, ya yedir, 2-yə gedəcək B, D variantı doğru variantdır. 44-cü sualda da eyni qayda ilə birləşdirəcəyik. A drop of water, yəni bir damcı su. A sheet of paper, bir vərəq. A bunch of flowers, yəni bir buket gül. 1-ə gedir B variantı, 2-yə gedir A variantı, B, A, bu da A variantı olacaq. Yenə 45-ci sualda birləşdirəcəyik. A slice of cheese, bir dilim pendir. A pair of gloves, bir cüt əlcək. A piece of advice, biraz məsləhət kimi tərcümə edəcəyik. 1-ə getdi A, 2-yə getdi C, bu da D variantındadır. Düzgün variantımız D variantı olacaq. Növbəti suallara baxaq. Növbəti suallarda da yenə eyni qayda ilə düzgün variantı seçəcəyik burada. Meat var. Burada nəyə diqqət yetirik? 3'ü çıxıram. Bir dəqiqə. 3'ü çıxıram. Nə üçün çıxıram 3'ü? Artiklı cəm isim gətirməz. Yəni sayıla bilən tək isimlərin qarşısında işlənir. 3'ü çıxdıq.
A fresh burada meat sayıla bilməyən isimdir. Mən bura a fresh'i qoysam bu article meat-in artiklı olacaq. Ona görə 4'ü də çıxıram. Qalır a slice of meat, a piece of meat şəklində. Yəni 1-2 doğru variant C variantıdır. 47-ci suala baxırıq. 47-ci sualda yenə düzgün variantı seçirik. Burada birinci nələrə fikir verib? R var. Yəni bizə nə lazımdır? Cəm lazımdır. Yəni mən 3'ü çıxıram. A lump of sugar deyə bilmərəm. Çünki burada R var. Çoxluq göstəricisi var. A lump of yəni bir tikə qənd deyə bilmərəm. Two lumps biri götürürəm. Two lumps 2 tikə qənd deyəcəm. Biri götürürəm. Bir də 2'ni götürürəm. Two bowls deyirəm. Doğrudur. A bowl of əslində a bowl of sugar bir kasa pesok deyə bilərəm. Amma burada R ona uyğun gəlmədiyi üçün 4'ü də çıxıram. Yəni 1-2 doğru variantdır. Düzgün variantımız D variantıdır. 48-ci suala baxırıq. It was such a tiny, burada nə var? A artiklı var. Bu bizim diqqətimizdə olmalıdır. A tiny glass, glass əslində həm stəkan, həm də şüşə mənasını verir. Balaca, yəqin ki stəkan deyəcəyik burada. A sheet of, burada A artiklı bizə burada sheets'i istifadə etməyə imkan vermir. 2'ni çıxırıq. A artiklı burada glasses cəmdə olan bir ismi götürməyimizə imkan vermir. A artiklı saya bildiyimiz tək isimlərin qarşısında işlənəcək. A tiny sheet of glass, a tiny glass formada istifadə eləyəcəyik. 1-4 B variantı doğru oldu. Növbəti suallarımıza baxırıq. 49-cu sualda da eyni qayda ilə düzgün variantı seçirik. A pair of shoes olmalıdır. A cup of coffee doğrudur. Two piles of two cəm isim gətirir. Cəmdir. Doğrudur. Five slices olmalıdır. 4 səhvdir. 2-3 doğru variant C variantıdır. 50-ci suala baxırıq. A number of people, 4 liters of water. A lumps burada baxın 1-2 doğrudur. A number of people bir qrup insan deməkdir. A number of ya da the number of özündən sonra cəm isim gətirir. 4 deməkdir. Liters cəmdə verib doğrudur. Lumps'ı burada işlətməyimizə icazə vermir. Çünki sayıla bilən tək isimin qarşısında işlənir. Bread sayıla bilməyən isimdir. Qarşısında rəqəm işlədə bilmərik. 1-2 doğru variant A variantıdır burada. 51-ci suala baxırıq. 51-ci sualda 10 deməkdir. Cəm isim tələb edir. Cəmdir. Deməli doğrudur. 3 deməkdir. Bottles cəm isim gətirməlidir. S olmalıdır. A number of chalk. A number of dedik ki özündən sonra cəm isim gətirməlidir. Sayıla bilməyən isim gətirmir. A piece of advice 1-4 D variantı doğrudur. Növbəti suala baxırıq. 51-ci sualda a pair of jeans doğrudur. Biri götürək. Delicious cəm, dadlı mürəbbə cəm doğrudur. Furniture sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlər artiklla işlədilmir. Ona görə A artiklını verməyimiz doğru deyil. Rice sayıla bilməyən isimdir. A artiklla işlədə bilmərəm. 1-2 D variantı doğrudur. Növbəti suallara baxaq. 53-cü sualda how many are there in the room? Burada xəbərimizə baxırıq. Are bizim cəm isimimizdir. Yəni bizə lazımdır cəmdə olan bir isim. A variantına baxıram. Furniture sözü sayıla bilməyən isimdir. Sayıla bilməyən isim cəm şəkilçisi qəbul etməz. Buradan elə furniture yazılanları siləcəyik. Yəni Y-ni, C-ni və A-nı çıxırıq. Qalırıq B ilə D-nin arasında. Düzgün variantımız B variantı olacaq. Çünki burada pieces of furniture are piece var. A piece of furniture olsaydı da doğru olmazdı. Çünki are var burada. Cəm isim tələb eləyir bizdən. Ona görə B variantı cəm olduğuna görə doğru variantdır.
54-cü suala baxırıq. 54-cü sualda isə countable olan isim cümləni seçəcəyik. Baxırıq, burada luck isimdir, amma uncountable'dır. Yəni, biri çıxdı. He hates traveling by plane. Plane burada countable'dır. Yəni, ikini təyyarə sayıla biləndir. Advice sayıla bilməyən isimdir. Yəni, üçü çıxırıq. Dördüncü week sözü burada sayıla bilən isimdir. Götürəcəyik 2, 4'ü. Bu da olacaq C variantı, doğru variantdır. 55-ci sualda yenə countable, yəni sayıla bilən cümlədə, daha doğrusu cümlədə sayıla bilən olan ismi seçirik. To the bank, bank burada sayıla bilən isimdir. Biri götürürük. Biri götürdük. This train crosses the border. Train burada sayıla bilən isimdir. Would you like tea, coffee sayıla bilməyən isimdir. Ona görə 3'ü çıxdıq. They have a lot of antique furniture sayıla bilməyən isimdir. Ona görə də 4'ü çıxdıq. 1-2 Y variantı doğru variantımızdır. Növbəti sualımıza burada artıq uncountable olan cümləni seçəcəyik. A red mark on her arm isimdir, amma sayılan isimdir. Mark sayılan isimdir, yəni biri çıxırıq. News burada sayıla bilməyən isimdir, 2'ni götürürük. Information sayıla bilməyən isimdir, 2, 3 doğru variantımız Y variantı olacaq. Dördüncüdə isə ticket sözü var. Ticket sayıla bilən isimdir. 57-ci suala baxırıq. 57-ci sualda uncountable olan cümləni seçirik. Öyle birinci cümləni götürürəm. Burada grass sözünə görə the old boys, baxın burada cəmlənibdir. Yəni sayıla bilən isimdir. Çıxdıq. Sugar sayılmayan uncountable'dır, götürürük. Umbrella burada sayıla bilən isimdir. Yəni 1 ilə 3 B variantı doğru variantdır. 58-ci sualda da yine uncountable olan cümləni seçirik. Table biri çıxıram, countable'dır. Could the plane countable'dır. 2'ni də çıxıram. Furniture burada uncountable'dır. Was uncountable'dır. Yəni 3, 4 Y variantı doğru variantdır. Növbəti suallarımıza baxaq. 59-cu suala baxırıq. 59-cu sualda yenə burada nəyə diqqət yetiririk? It, izə diqqətli oluruq. Çünki burada iz bizə tək olan bir ismi seçməyimizi tələb edir. Big pieces burada pieces cəmdə olan isimdir. Cəmdədirsə bunu götürə bilmərik. Biri çıxdıq. A big piece of sugar 2'ni götürürük. Nice pairs burada nice pairs cəmdədir. Çıxırıq. A nice pair of jeans 4'ü götürürük. 2, 4 doğru variantımız A variantıdır. 60-cı suala baxırıq. 60-cı sualda isə are var. Are nəyə göstərir? Bizə cəmdə olan bir isim lazımdır. Burada a useful piece of advice çıxıram. Quruluş doğrudur, amma ara uyğun deyil. Question cəmdə olan isimdir. Qarşısında article, an article-ını işlədə bilmərəm. Interesting articles C variantını götürürəm. A small room are burada cəmlik tələb edir. Ona görə room sözü təkdədir, götürə bilmərəm. Long hair sayıla bilməyən isimdir. Düzgün variantımız C variantıdır. Sayıla bilməyən isimlər cəm şəkilçisi qəbul etmir. Sonuncu və 61-ci və sonuncu suala baxırıq. Yenə burada birləşdirmə aparacağıq. A lump of coal, a bar of soap, a jug of lemonade formasında birləşdirəcəyik. A lump of coal, coal kömür deməkdir. Yəni bir tikə, bir soq kömür. A bar of soap, bir pletka sabun, pletka deyək sabuna. A jug of lemonade, bir banka, bir fincan, kruşka, limonad şəklində tərcümə edəcəyik. Deməli, 1'ə getdi C, 2'yə gedir A. Bu da B variantı olacaq. Bu oldu bizim countable, uncountable mövzusunun izahı. Hər hansı bir sualınız olarsa rəy bölməsində bildirməyi unutmayın.
Təşəkkür edirəm dinlədiyiniz üçün.